Bugün insanlarımızı maraqlandıran, çox narahat edən zob xəstəlikləri haqqında danışmaq istəyirəm. Çok özel vardı. Çünki bu çox geniş yayılır. Xüsusilə bunun endemik forması Azərbaycanda çoxdan var. Endemik zob odur ki, yod çatışmır orqanizmdə. Bu da uşaqların böyüməsində, normal böyüməsinə, sağlam böyüməsinə çox böyük təsir edir. Və bugün orta məktəblərdə daha kiçik yaşlarda xeyli uşaq rast gələ bilərsiniz. O nə olur? Suda yod az olur. Tap bizim Balakən Zaqatala zonasında, eləcə də Şəki zonasında və digər zonalarımızda. Yadınızdasa bir vaxtlar orada qızıl dişləri mod vaxtı hamının ağzı qızıl idi. Qızıl dişləri idi. Çünki o yod və ftor çatmırdı, diş tökülürdü. Və təbii ki, o da özünü dediyim kimi uşaqların və insanların sağlam böyüməsinə çox böyük təsir edir. Bundan başqa qalxanvari vəzi cəmi 15 qram çəkisi var. Ancaq saçdan dırnağa qədər hər yerə təsir edir. Saçı tökür, dırnağı tökür, sonsuzluğa qədər təsir edir. Və insanı kəskin arıqlada bilir. Və yaxud deyir ki, mən heç yemirəm, şişirəm, niyə şişirəm mən? Dediyimiz 15 qramlıq bir orqanın, qalxanvari vəzinin həmi hiperfunksiyası var. Hiperfunksiyasında hormon çox gəlir orqanizmə. O maddələr mübadiləsini gücləndirir, orqanizm onu tam axıra çatdıra bilmədiyi üçün kəskin şəkildə arıqlayır. Və yaxud bir üçlük deyirlər, triada. Bu üçlükdə gözlər qabağa çıxır. Elə adama rast gəlirsə, az qalır gözü yerindən çıxsın. Önə çıxır nə qədər. Əllər əsir ikinci. Üçüncü ürək döyüntüləri normadan çox olur. Və təbii ki, digər şikayətləri kəskin tərləmə, əsəb pozğunluğu, dediyim kimi saçın tökülməsi, bütün orqanizm pozulur, əsəb sistemi pozulur və digər bir forması, funksiya azalır. Yəni, o hormonun istehsalı azalır və funksiyası aldığı üçün qalxanvari vəzinin görürsünüz, dediyim kimi, heç eləmirəm, yuxudan dururam, halsızam, yerimək istəmirəm, yuxulu oluram, kökəlirəm, şişirəm, yemirəm, yenə şişirəm və təbii ki, eyni zamanda tiroidit bir forması var. Tiroidit, məsələn, bizdə it şəkilçisi hansı sözün axırında varsa, miyazit əzələnin iltihabıdır, nevrit sinirin iltihabıdır və yaxud miokardit ürək əzələsinin iltihabıdır. Ancaq bu it burada fərqlidir. Burada elə bir orqanizmin içində heç bir bakteriya olmadan özünün içərisində bir münasibət pozulur qalxanvari vəzdə. Və son nəticədə bunu insanlarımız bəzən görürsən alimin adından Haşimito xəstəliyi kimi tanıyırlar. Yenə pozulur funksiya, xəstə şişir, halsız olur, yuxulu olur, orqanların fəaliyyəti bu 15 qramlıq qalxanvari vəzi bütün orqanları idarə edir. Amma bütün orqanları hamısını zəbt edir.